Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Gördüyünüz kimi, Euler Venn diaqramı üzərində Böyük Qafqaz dağları və Kiçik Qafqaz dağları göstərilib. Bəndlərimizə də nəzər salaq. Dəmir filizi, bildiyimiz kimi Azərbaycanda dəmir filizi əsasən Daşkəsən rayonunda yerləşir və bu əsasən bu da Kiçik Qafqaz bölgəsinə aiddir və biz burada dəmir filizini demək Kiçik Qafqaza aid edirik. Polimetal ehtiyatları ümumiyyətlə Azərbaycanda bu ehtiyata Naxçıvanda, Qarabağ bölgəsində, yəni Kiçik Qafqaz ərazisinin və Böyük Qafqaz ərazisinə rast gəlirik. Demək ki, burada gördüyümüz kimi həm Böyük Qafqaz, həm Kiçik Qafqaz ərazisində biz polimetala rastladığımızdan biz ikini oxşar bənd kimi götürəcəyik. Çökmə duzlar, bu əsasən Böyük Qafqaz bildiyimiz kimi çökmə sulardan təşkil olunduğu üçün o ərazilərdə biz çökmə duzlara rast gələ bilərik. Demək, biz üçü Böyük Qafqaza şamil eləyirik. Mineral bulaqlar, bulaqlar ümumiyyətlə bildiyimiz kimi tektonik qalxma zonalarında, yəni həm Böyük Qafqaz, həm Kiçik Qafqaz zonasına rastlana bilir və ona görə də biz onu da oxşar bənd kimi demək burada götürəcəyik. Demək, biz burada dediyimiz kimi oxşar bənd üçüncüyə, yəni həm 2-ni, həm də 4-ü aid edəcəyik. Alinit ehtiyatı, bu da bizim ölkəmizdə Daşkəsən rayonunda Zəylik yatağıdır. Bu da yenə Kiçik Qafqaza aid olur. Demək, 5-i də aid edirik biz Kiçik Qafqaza. Beləcə 1-ə 3, ikinciyə, yəni Kiçik Qafqaza 1, 5 və 3-ə ortaq olaraqsa 2, 4-ü doğru bənd kimi seçmiş olduq.